müttəqi insanların, mömin insanların barəsində Peyğəmbərin də bir hədisi var ki, bu məsələni orada Həzrət soruşur. Bir nəfərdən soruşur, Harisət ibn Malikdir. Harisət ibn Malik Usul-i Kafidə 3-cü cildində bu hədisi yazıb orada. Deyir ki, Peyğəmbər Harisət ibn Maliki gördü bir dəfə. Ondan soruşdu, halın soruşdu. Necəsən, nə var, nə yox, keyfə əntə? Yəni, necəsən, ya Harisə? Deyir, dedi ki, ya Rəsulallah, müminun haqqən. Sən ki, məndən soruşursan, necəsən? Mən möminəm, həqiqətən iman gətirmişəm. Ağa gördü ki, bu çox böyük söz danışdı yaxı. Həqiqətən iman gətirmişəm. Həqiqi iman ürəyimdə var. Həzrət buyurdu ki, likulli şeyin həqiqə, fəma həqiqətu qavlik. Hər şeyin bir həqiqəti var. Sənin sözün həqiqəti nədədir? İmanın həqiqətin hardan bilim? Ona bir əlamət. Dedi, ağa əlamətlərin deyim sənə. Mən öz halımı danışım sənə. Əzəfət nəfsi ənid dünya. O iman ki mənim ürəyimdə var, o iman məni dünyaya nisbət rəğbətimi, meylimi azaldıb. Görübsən, bəzi adam mərizdir, gətiribsən ən yaxşı meyvələri, yeməkləri, xorəhləri gətirirsən, qoyursan qabağına, baxır, deyir, yox, yemirəm. Özdə bir cür deyir, yemirəm ki, adamın xorəhdən acığı gəlir. Ona deyərlər, rəğbəti yoxdur. Bir var ki, acdır, yemir, oruçdur. Bir var, yemir, haramdır. Bir var, yemir, deyir, xumsu verilməyib. Amma bir var ki, yox, rəğbəti yoxdur. Rəğbəti olmayan adam bir cür baxır ki, adamın xorəhdən acığı gəlir. Ondan götürürlər qabağından. Deyir, bax, ya Rəsulallah, o iman ki mənim ürəyimdə var, o şeylərin üstündəki cəmaat bir-birini az qalır öldürə, mən onları havayı verələr istəmirəm. Nə üstədir davalar? Maşındır, binadır, yeməkdir, geyməkdir, şəhvətdir, vəzifədir, bunlardır da dünyada. Davalar, bu qanlar tökülür, nə üstə tökülür? Yer kürəsində belə qan tökülür, onlar nə üstə tökülür? Hamısı bunların üstündədir. İnsan bəzən görürsən, şəhvət bücür olur ki, doymur. O qədr şəhvət qələbə eləyir, tarixdə bəzi hadisələr adam görür, heç istəmir ki, Peyğəmbərin mənbərində o söz danışılar. O qədr bunlar mındar yaşayıblar həyatlarında. Və indiki dünyada yaşayanların çoxu o cürdür. Özlərinin də yaşları ilə əlaqədə, ya bədənlərindən də nə qədər bunlar enerji istifadə eləyiblər şəhvətlərinə, özləri də imkanları yoxdur. Gətirirlər gözlərinin qabağında, onları elətdirirlər ki, ondan ləzzət aparsınlar. Bunu dünya görsədir də, siz də görürsünüz də bunları. Bunu xüsusi gizlin kitablarda yazılmayıb ki, bunlar. Bunlar həmin tarixlərdədir ki, bizim indi kitabxanalarımızın rəfləri doludur o kitablarına. İndi bugün bizim televiziyalarımızda umumən hər yerdə onları xəbərin deyirlər, eşidirik, əlhəmdülillah da qədim deyir ki, xəbər gəlib çatmıyor. Siz görürsünüz bunları. O qədr bunlar bu cür giriftar olublar. Vəzifə şəhvəti də o cürdür. Vəzifə şəhvəti də o cürdür. Oğluna dedi, oğlum, əl-mulku əqimun. Oğlu dedi, axı sən bu Musa ibn Cəfərə bu ehtiramı eləyirsən, nə üçün? Dedi, axı onu mən tanıyıram, o kimdir?
Dedi, tanıyırsan, bəs niyə onu qoymursan öz həqqinə çata? Bəs niyə salırsan zindanlarda yaşayır? Onun cavabında dedi, oğlum, əl-mulku əqimun. Onu heç kimə vermərəm o hakimiyyəti. Amma bilirəm o kimdir. Onu bilirəm o kimdir. O şəhvətdir. Bir yerə qane edir, ikinci yerə. İki yerə qane edir, üçüncü yerə. Üçə qane edir, dördüncü yerə. Bu tarix boyu belə gəlir. Yer kürəsinə qane edir, axırda deyir, ənə rəbbukumul ə'la. Quran deyib də bunları bizə. Ona görə də deyir ki, əzəfət nəfsi ənid dünya. O şeylər ki, cəmaat bir-birin öldürürlər onun üstündə, mən onlara heç rəğbətim yoxdur. Verirəm əhlinə. Gəlin aparın. Fəəshərət leyli. O iman, o həqiqət ki mənim ürəyimdə var, o mənim gözlərimdən yuxunu alıb. Da yuxum gəlmir gecələr. Məşğul oluram öz işimlə, ibadətimlə.